Sevişən. Can. Paltarlarımı yığışdırırsan ki gedək evimizə, hə? Alik, sevinməyə. Bir-iki dənə giyinmədiyim paltarlar var, onların şəklini çəkib lalafon.az-a qoyuram ki, satım gedim təzəsini alım. Səbişə, sənin üçün bir dənə təzə ev almışam. İçi dolu mebel hər şeydə var. Necədir? Alik, sən köhnə evi harda satdın, kimə satdın, heç xəbərimiz olmadı, təzəni də almışsan. Elə bilirsən Lalafodan ancaq sən istifadə edirsən, bura bax. Yükləmişəm onun proqramını telefonuma. Bir günün içində evi də mebelləri əla qiymətə satdım, getdi. Özümə də bir dənə təzə ev aldım. İndi orada yaşayıram. Özünə? Yığ paltarlarımı gedək evinizə. Tez elə, yığış elə, tez elə. Alik, hələ yığma paltarları, qoyun da bunların hamısını satım, təzə evə təzə paltarla gedim də. Ay səni şad xəbər olasan. Alik, nu? Öpürəm səni. Məni? Səni yox, Lalafonu.